minnətdaram bu mübarizəndə, bu çabalarında. Hər dəfə baxıram, həm həyəcan keçirirəm sənə görə. Çünki hər dəfə elə yerlərə gedib girirsən ki, o yerlər doğrudan da çox təhlükəlidir, çox riskli yerlərdir və sən bütün bu riski göz önünə alırsan, amma bu mübarizəni aparırsan. Mən doğrudan da sənə təşəkkürümü bildirirəm. Amma bu arada mən Sevinci gördüm. Birinci elə bildim ki, Sevincin bəlkə elə bir problemi var. Sonra gördüm, yox, tamam başqa bir abu-havadır və sənin oradakı müraciət də gördüm və sözün açığı Sevincə görə çox pis oldum, həqiqi pis oldum. Mən bilmirəm, biz ona nə qədər, həkim, o tibb sahəsi hansı imkanları bizə verəcək ki, biz Sevincə dəstək ola bilər. Necə oldu Sevinci tapdın, necə oldu gördün, necə oldu getdin? Bunları bizə zəhmət olmasın. Mən ümumiyyətlə çəkilişlərim narkomaniya mövzusundadır. Bəli. Bu yaxınlarda Nasosunda bir narkoman anası, bir də narkoman. İndi üzr istəyirəm narkoman dediyimə. Xanım idi. Bir ana xanım idi, oğlu isə narkoman idi, narkotik hastası. Getmişdim onu çəkməyə. Oğlunu apardıq, yerləşdik reabilitasiyaya. Ana qaldı orada tək. Ana insult vurub, insult xəstəsidir, yeriyə bilmir, özünü baxa bilmir, içmə bilmir, yemək pişirə bilmir, qaldı evdə tək. Qonşuda da heç kim buna yaxınmır. Oğluna dedim ki, buna kim yaxın duracaq? Sən gedirsən reabilitasiyaya, kim baxacaq buna? Kim əlinə su tökəcək? Oğul da getdi, gətirdi bizim Sevinç xanıma. Sevinç dedi ki, mən bu vəziyyətindən, dedi, mən qulluq eləyəcəm ona. Dedim, sənə ürəyivə qurban olum. Dedim, mən qulluq eləyəcəm. Doğrudan da bunun özünə qulluq eləyən tanışlıq belə oldu. Bunu mən oradan tanıdım. Üstündən 10 gün sonra mənə xəbər gəldi ki, həmin o ana, narkotik hastasının övladı olan ana, yenidən insult vurub, xəstəxanaya yerləşdirilib. Ağzından köpük gəlib və vəziyyəti pis halda. Yenidən gördüm xanımı, bacımızı, Sevinci, gördüm vahşi pis gündə. Qonşular, hamısı deyir ki, kömək istəyir. Zaurun verilişində deyir, orada bir həkim, doktor var, həkim var, o kömək ilə Parkinson xəstəsidir. 18 ildən sonra bir övladı olub, 20 ildən də sonra ikinci övladı olub. İkinci övladı dünyaya gələndən sonra olub bu xəstəliyin qurbanı, Parkinson xəstəsi. Mənim indi çəkilişlərimdə də var ki, çox gözəl, necə deyim, görürsünüz 42 yaşı var, heç deməzsən 42 yaşı var. Bu yaşından tez, baxın, görün necə gözəl olur. Burada neçə yaşın vardı Sevinç? 2 il bundan qabaq keçirdi. 2 il bundan qabaq şəklində. 2 ilin içində insan necə dəyişilib? 2 ilin Zar müəllim, o içəri girəndə mənim beynimdə 2 şübhə oldu ki, mən üzr istəyirəm, bir onun fonunda neyrolipsiya deyilər yaranıb, ya da ki Parkinson xəstəliyidir. Müalicə eləmək lazımdır mütləq, amma bu cür xəstələr sonraki müddətdə pensiya ala bilərlər və bəzi dərmanlar dövlət tərəfindən pulsuz qarşılanır. Dövlət verirdi, özü desin, kəsiblər indi. Niyə? Pensiyavı kəsiblər sənin? Pensiya verir. Yox, təkrar gedib, indi biz götürərik, müalicə eləyərik, əgər məni nəzərdə tutmuşsunuzsa, əlbəttə ki, kömək eləyərik. Çünki ondan sonraki... Dünən elə çəkilişdə biz olanda, Sosial Müdafiə Nazirliyindən zəng edilib orada, səhv eləmirəmsə, və qeydiyyata götürüblər Sevinci. Amma biz də çalışacağıq ki, bu sürətləndirilsin, çünki evdə 2 balası, o sənin balalarındır. Gəlin o materiala baxaq birlikdə, gəlin materiala birlikdə baxaq, zəhmət olmasa. Bu gəlinin 17 ildən sonra Allah ona 2 evlad veribdi. Böyük evladın 6 yaşı var, balacanın 3. O 3 yaşında olan uşaqdan sonra bu gəlin yeriyə bilmir. Yerdə yıxılır, uşağının paltarını dəyişdirə bilmir. İndi qonşu da hər saat gəlib baxa bilmir ki, yemək pişirə bilmir. Özü yıxılır, o körpə 6 yaşında uşaq qonşunu haraya çağır, gəlin ki, bir anamı qaldıraq. Bu evə ayda 150 manat pul gəlir. Ondan başqa ayrı yerdən bir gəlirləri yoxdur. Dəfələrlə yıxılıb, üzü, gözü paraparça olur. Adam baxmaq ürəyə ağrıyır. Bir xahiş edirəm, mən heç nəyim deyil, qonşumdur. Bir ana kimi yalvarıram, Zahir bəy, kömək eləyin. Əlinizdən gələni əsirgəməyin, bu xanıma bir həkim tapın. Mən sizə ümidlənirəm, sizə arxayın olam ki, buna kömək eləyəsiniz.
Bir dənə onu deyim ki, məni kömək eləsinlər. 2 az yaşlı körpəm var. 17 ildən sonra, 18 ildən sonra bir olub, 20 ildən sonra bir müalicəsiz. O ikinci uşaq olandan sonra belə olmuşam. 2 il yarımda Parkinson xəstəliyi deyirlər. Qonşular gəlir, uşaqları paltara giyindirir, işimi görür. Anam yoxdur, rəhmətə gedir, atam onsuz keçirdir. Bir bacım var, o da işləyir, səhər gedir, axşam gəlir. Qardaşım da, atam xəstədir, yoldaşı ona baxar, yer xəstəsi, atam, gəlinimiz ona baxar. Yıxılıram, dura bilmirəm yerdən, gün ərzində neçə dəfə yıxılıram. Əziyyət çəkirəm, başımı daraya bilmirəm, yığa bilmirəm, paltarımı geyinə bilmirəm, əziyyət çəkirəm. Sarı qardaşdan xahiş edirəm, məni köməkli eləsin, həkim məni müalicə eləsin. Biraz heç olun, əvvəlki vaxtımı istəmirəm. Uşağa görə köməkliyim mən, yazıqdır. Əvvəlki şəkillərimə baxır deyirəm, ama sən işləndirməsən belə olarsa. Uşaq deyir ki anasına, mən səni hirsləndirməsəm belə ola bilərsən. Əvvəlki kim ola bilərsən? 24 yaşında Bayram anasını zəlil vəziyyətə qoyubdu. Utanmırsan? 6 yaşında uşağın danışığına bax. 6 yaşında uşağın təfəkkürünə bax, düşüncəsinə bax. Deyir ki anasına, mən səni hirsləndirməsəm, özümü yaxşı aparsam, sən əvvəlki kimi olarsan. Sən 24 yaşında Bayram ananı bu vəziyyətə qoymusan. Və görürsən sən bütün bunların hamısını. Və o qadını görürsən, sən. Mənə bir sənin nə pis təsir eləyir. Ki sən görürsən ki sənin anan nə vəziyyət. Bu bütün TikTok'da o qadının videolarıdır. Yeriyirəm. Ən azından bura gələ bilməsən də get öz evimizə. Get xalamı yıla, söz verirəm sənə sığortalığı. Nə olar, xahiş edirəm səndən. Bebeğim sen kim saladın? Bak günün sabahı seni gönderəcəyik. Yoxam. Zahir müəllim, günü sabah gəlsin mənim yanıma. Bütün dərmanlarını özüm verəcəm. Bütün müalicəsini boynuma götürəcəm. Sən yeriyəcəksən, evdə iş görə biləcəksən. Sadəcə pensiyasını bərpa eləsinlər ki, o bəzi şeylər var ki, onları davamlı. Hətta mən istəyirəm onların ailəsinə də biraz kömək eləyəm. O da bütün həyatını əllə eləyib sonra ağzına gələnləri gedib danışandan körlər. Heyf bizim zəhmətimizə. Zahir bəy, pensiya məsələsində, sənətləşmə məsələlərində Verirəm, mən də köməklik göstərəcəm, təmənnasız. bir əlim sizin üstünüzdə olacaq inşallah. Sevin. Bizi savaba batırdın. Dünyada bundan gözəl missiya ola bilməz. Buradan mən bizim xalqımızı belə deyim də qarşısında baş əyirəm. Nəyə görə? Videonu paylaşandan 2 gün ərzində bu xanımın üçün öz kartını qoydum, nömrəsini qoydum. Xeyirxah, belə könül xanım kimi xeyirxah insanlar 10.000 manatdan çox pul yığdılar.
Yəni sağ olsunlar, Allah razı olsun. Allah onlara ruhusunu başından Siz təsəvvür eləyin ki, xalqın qarşısında baş əyirəm. bizim çəkiliş qrupu orada olanda, çəkiliş olanda Sevinçgildə nə qədər zənglər gəlib ki, yardım falan deyib, mən yardım istəmirəm, mən Ay, sağ sağalmaq ol. istəyirəm. Bəli. Yəni Demə, adamın məqsədi pul yığmaq deyil. Adamın məqsədi, o ev sizin öz evinizdir. Kaynanam tikip. Qaynanan tikibdir. Allah rəhmət eləsin. Allah ölümlerine rahmet eylesin. Hiç ne istemiyorum. Hiç ne. Bir tane onu istedim ki ayakta durup kılçalarım tutmasın. Ayrı hiç ne istemiyorum. Ne pul, ne yemek, hiç ne. O günden ne istedim. Rəhmətə gedib qaynana. Hə, qaynana. Adam ölənin də əziyyətini itirmir. Deyə bilər də, hə bizim evimizdir. Biz onu öldürməyəcəyik ki burada. Qaynanam tikib. Yəni adam heç kimin zəhmətini itirmir. Düşünə bilirsinizmi? Adam zəhmət itirmir. Allahı başınızın üstündə görmək lazımdır. Oğul, indi mən deyəcəyim, acığın gələcək, amma sonra söyərsən məni. Sağ ol, çox sağ ol. Sağ ol, Allah sənin anağa can sağlığı versin. Allah bütün elədiklərimi balalarımın qabağına çıxar. Sevinç. İnşallah mən yenə deyirəm, biz əstəğfurullah, Allah deyilik ki, Allah hara qədər imkan versə, Könül xanım ora qədər müalicəsini eləyəcək. İndi birinci mən istəyərdim MRT falan da olunsun da Könül xanım. Zahir müəllim, MRT də olunacaq, ensefalogramma da olunacaq, kliniki müayinələrdən də keçiriləcək, bəzi analizlər götürəcəyik. Mən sizə deyirəm, yadınızdadır bizdə də iki ikiz uşağı var idi, xanım Eko ilə dünyaya gətirmişdi, Bəli. Parkinson. O hələ bugünə qədər, bəlkə 3 ildir, 6 aydan bir gəlir, şükür, yadınızdadır gəldi də avtobusa minə bilmirdim, evində uşaqlarına da baxır, necə lazım. İnternata Hətta qoymaq istəyirdim. işləyir. O xanım hətta işləyir. Sevinç Sevinç, narahat bu olma, yol çətin düzələcək. yoldur. Çətin yoldur. Bir günün, 2 günün içərisində ola biləcək bir şey deyil. Bunu real danışaq. Zaur müəllim, mən real danışıram. Bəli. Birinci həftədən yerişi, hərəkətləri çox bərpa olunacaq. Narahat olmayın. Allah köməyiniz olsun. Bəs necə oldu birdən-birə? Ne bileyim, Allah verdi. Allah verdi. Gittim bir anda həkimlər dedi ki götürməlisən lal olacaq birinci uşaq dərman istifadə eləmişsən. Dedim olsun. Oy lal olsun. Hiçbir olsun ama lal olmadı. Sonra ikinci oldu. Ondan sonra belə oldu. Heç bir problem yoxdur ki uşaqlar. Yok uşaqlarda heç nə yoxdur. Sağlamdır. Allahın sınağı deyək. 17 il övlad vermədi və verdi və nəticəsində də səhhətini, sağlamlığını. Şükür edirəm bu günə də. Bəlkə belə bir arzun olubmu ki Allah, nə bilim, nəyəmisən al ginan amma bir dənə övlad ver. Belə duaların olubmu? Yox, həmişə demişəm Allah bilən məsləhət verər, verər. Heç vaxt heç kimə baxırlıq eləməmişəm. Həmişə qonşularım deyib ki, sən bir toy eləyirdi, gedirdim. Deyir, niyə sən övladın yoxdur, nəyə gedirsən, demişəm, olmasın. Gedirəm də. Qonşular hamısı bilir. Hamısı bilir ki, mən heç kimə baxırlıq eləməmişəm. Hə. Yəni sən toylara gedəndə qonşular deyirdi ki, niyə gəlib xərc çəkirsən? Balan yoxdur ki, səninkinə gəlməyəcəklər. Elə dedilər. Amma sən gedirdin. Amma mən gedirdim, heç kimin toyuna, xeyrinə, şərinə qalmırdım. Gedirdim, amma. Fikirləşirdinmi ki, nə vaxtsa olacaq və mənimkinə də... Ümidim yox idi. Ümidim yox idi. Deyirdim, Allah verməyib də bu vaxta kimi. Hansı bölgəmizdəsən? Hüzurdənsən. Mənim. Gönül dağı yağmur yağmur boran olunca akar can üzümde sevgisi gizli bir tenhada can canan
ikinci uşağa hamilə qalanda korona tutub. Sonra elə hamilə anası rəhmətə gedib keyseriya ilə anadan olub. Yəqin ki spinal vurub, kürəkdən vurub. Spinal elədilər. Xəstəliklərinə aiddir. Beyində patoloji zülallar əmələ gəlir. Yəni beynin bir mərkəzləri var ki, orada dopamin əmələ gəlir. Dopamin bizdə mediatordur. O mediator ki, hansı ki, onun az olması bədəndə rigidlik əmələ gətirir, gərginlik əmələ bizim düşündüyümüz o spinal anestezi falan bunun təsiri olmaz. Şey deyil, xeyr. Bəlkə heç Parkinson deyil? Parkinsondur. Sənədləri varmı? Yox, yəni Üzünə baxan 100% Parkinsondur və burada belə bir proses gedir ki, yəni dopamin çatmamazlığı, yəni beyində dopamin ifraz edən hüceyrələrin sürətlə ölümü gedir. Bu beynin bir bölgələridir, qara substansiyadır, qabıqaltı növələrdir. Onu durdurmaq mümkündürmü? Zar müəllim, biz onu tam, yəni müalicəsi, o prosesi dayandıracağıq və daimi dərman qəbul eləyəcək. Heç bir problem yoxdur. Ürəyi o qədər də yəni sıxma. Bir sözü deyə bilərəm ki, biraz buraxılmış formadadır. Yəni hiss olunur ki, baxılmayıb, yəni müalicə alınmayıb. Yəni burada nə qədər tez üstünə düşsək, bəlkə də Allahın işidir ki, Nail onu vaxtında aşkar edib. O narkoman ki, sonra da təşəkkür düşür. Vallahi ona da təşəkkür düşür.